bir heyvanın yerini və hansı peyvəndləri aldığını, hansı xəstəlikləri keçirdiyini bir neçə saniyə ərzində müəyyən etmək mümkündür. Bəs bu necə həyata keçirilir? Cavab heyvanların identifikasiyası və qeydiyyatındadır. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının identifikasiyası qanunvericiliyin tələbi olmaqla yanaşı, ölkədə baytarlıq nəzarətinin əsas elementlərindən biridir. Bu proses Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemi, yəni AQTIS vasitəsilə həyata keçirilir. Hər bir heyvana verilən unikal identifikasiya nömrəsi onun sağlamlıq tarixçəsinin izlənilməsinə imkan yaradır. Heyvana tətbiq olunan peyvənd, aparılan müayinələr və həyata keçirilən müalicə tədbirləri sistemdə qeydiyyata alınır. Bu isə xəstəliklərə operativ nəzarətin təmin edilməsinə və onların yayılmasının qarşısının alınmasına şərait yaradır. Heyvanların identifikasiya sistemi eyni zamanda fermadan süfrəyə prinsipi üzrə qida təhlükəsizliyi zəncirinin etibarlı fəaliyyətini təmin edir. Heyvan mənşəli məhsulların mənşəyinin izlənilməsi və təhlükəsizliyinin təmin olunması məhz bu sistem vasitəsilə mümkün olur. Bundan əlavə identifikasiya ölkədə heyvanların sayının dəqiq müəyyənləşdirilməsinə, heyvandarlıq sektorunun inkişafının planlaşdırılmasına, dövlət dəstəyinin daha səmərəli təşkilinə və məhsuldarlığın artırılmasına mühüm töhfə verir. Heyvan itirildikdə və ya oğurlandıqda isə identifikasiya sistemi heyvan sahibinin müəyyən edilməsinə və məlumatların hüquqi sübut kimi istifadə olunmasına imkan yaradır. Heyvanların identifikasiyası sadəcə nişanlama deyil, bu sağlam heyvanların, təhlükəsiz qidanın və etibarlı baytarlıq nəzarətinin əsas şərtidir. İdentikləşdirilmiş heyvan sağlam sürü və təhlükəsiz qida deməkdir.